Paşa sen amcaoğullarını ara. Buraya gelsinler. Ölürüm ya adından. Yani bir şey söylemek istemiyorum ama abi hep onlardan şüphelenirse. Yaklaşım bir şey. Eğer bu işin içinde de onlar varsa bence boşuna çağırmayalım. Yani yapacağımız şey belli. Paşa. Sen de değil. Orada məsafət qabildən əlaqə etmişəm mən ara. Yox, getmə. Yeməyi gətirmişdim axı mən oradadır. Gətirmə Fidan. Hə, görsən deyirəm də gətirmişdim. Durmayın. Sağ ol. Söyle paşa. Merdan abi. Ferhat'ı da al gel. Çok önemli bir konu var. Bu yemək Konu paşa. bir sinirlə ləzzətli olur. Birincisi xoruzat idim. İkinci səsini pişirdim. İkincisi isə deməli bu tomatla pişirməmişəm. Bunu pomidorla pişirmişəm. Kusura bakmayın, bu günləri nəslə Aynurə kimi yiyəcəm. Yəni heç nə düşünmürəm, heç nə vecimə deyil, ölürəm acından. Hə. Deməli, söhbətə keçməmişdən əvvəl bir də onu deyim ki, YouTube'da keçən dəfə bir dənə rəy oxudum ki, buradan bu qədər qazanırsan, yəni ikinci videodur ki, eyni kofta ilə çəkirsən, belə bir rəy oxudum. Hülya doğru söylüyor Merdan. Senden ne isteniyorsa yap. Kardeşine de söyle biraz sakin olsun. Her şey istediğimiz gibi oluyor. O içeri girecek. Sen de ailenin başına geçeceksin. Birinci onu deyim ki, buradan bu qədər qazanırsın hardan? Mən YouTube'dan qazandığımı düşünürsəm, mən YouTube'dan pul qazanmıram. Yəni, sonra köynəyə də bir başa düşürəm hiss, yəni gözünüz maza olur eyni şeyi görməkdən. Amma yəni eyni paltar görməkdən belədir də, yəni neyim? Qaldı ki, hər şeyin adın düşünüb deməyəm. Mən bəli düşün-düşə danışıram. Sen bu amcana çok güveniyorsun da Merdan hiçbir zaman Bozo'nun karşısında direkt cephe almadı ki. Şu saatten sonra ne olacak? Kameraya düşə-düşə danışıram. Çünki mən düşünmədən danışsam, burada bir daha da mənə başa düşməz. Həm çox sürətli danışıram, həm çox ləhcə ilə danışıram, həm də çox xarici sözlərdən istifadə edirəm. Biraz da köbut danışıram. Ona görə çox da fikir verməyim belə şeydən.